Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. 3-cü günün 3-cü sualına bir yerdə baxaq. Şərtdə deyilir ki, watt vuraq saniyə bölünsün metrin kvadratı ifadəsi hansı fiziki əhəmiyyətin vahidinə uyğundur? Qəbula vahid açılışları çox düşür. Hansı ki, qarışdırmamaq üçün əzbərləməyək, düsturdan elə vahidi çıxarda bilərik. Biz bilirik ki, watt gücün vahididir. Gücün düsturu P bərabərdir. A bölək T-dir. Burada A işdir, T zamandır. İşin vahidi jouldur, T zamanın vahidi olacaq saniyə. Deməli, burada 1 wattın açılışı joule bölək saniyədir. Gətirib bax burada yerinə yazsaq, onda joule bölünsün saniyə, vuraq saniyə bölək metrin kvadratı olacaq. Saniyələr getdi, gördüyümüz kimi qaldı joule bölək metrin kvadratı. Joule da işin vahididir. Biz işin düsturunu bilirik. A bərabərdir F vurulsun S. F qüvvədir, vahidi newtondur. S yer dəyişmədir, yer dəyişməndə vahidi metrdir. Deməli, artıq burada 1 joule-un açılışı olacaq, newton vuraq metr. Gətirib burada yerinə yazsaq, onda olacaq newton vuraq metr bölünsün metrin kvadratı. Metrlər getdi. Gördüyümüz kimi newton bölək metr qaldı. Newton bölək metrdə sərtliyin vahididir. Hansı ki, elastik qüvvəsinin düsturu F elastiklik bərabərdir. K vurulsun delta x-dır. Buradan sərtlik əmsalını K-nı tapsaq, F elastiklik bölək delta x olacaq. Elastik qüvvəsinin vahidi newtondur. Mütləq uzanmanın da vahidi metrdir. Newton bölək metr gördüyümüz kimi sərtliyin vahididir. Doğru cavab olacaq C variantı.